Akşam iftar açacaqsınız. İftar süfrəsində deyəcəksiniz, Allahümme leke sumtu ve ala rizike iftartu. Bu duanı eləyəcəksiniz. Bunun yanında mən sizdən xahiş edirəm, hər gün iftar açanda bunu da deyin, Esselamu aleyke ya Əbu Abdullah. Deyin, salam olsun sənə ya Əbu Abdullah. Susuz dodaqlarına salam olsun. O su içməmişdən qabaq, iftar zamanında İmam Hüseynə salam edin. O salamın başqa ləzzəti olar, başqa zövq olar. Özü deyib də, qızına deyib ki, bizi sevənlərə salamımı çatdır, denən nə zaman su içdilər bizi yad eləsinlər. Susuz qalmasınlar, nuşu canları, su içsinlər, səhərin sudan meyl eləsinlər. Amma bir yadlarına salsınlar ki, bizim bir qərib ağamız olub, Əlləzi qətəluhu ətşanən, onu susuz öldürüblər, su kənarında ona su verməyiblər.